Dostlar, devam edirik. 20 sınav toplusundan ədəbi fənni üzrə mövzuları davam edirik. Demək, ilk 10 sualı izah eləmişəm sınaq 3-dən. 11-ci suala keçək. 11-ci sualda Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsəri ilə bağlı yanlış fikri müəyyən eləməliyik. Demək, hökmdar aləmləri açar olmalıdır fikri vurğulanır. Bəli, bu fikir vurğulanır. Sultan Səncər, Qarı Sultan Səncəri dövlət işlərini rüşvətxor insanlara etibar etməkdə ittiham edir. Xeyr, belə şey yoxdur. Rüşvətxor yox, zalım adamlar. Qarı şaha hökmdarlıq missiyasında ata-babasından qalan vətəni qorumalı olduğunu söyləyir. Xeyr, ata-babasından qalan vətəni qorumağı demək, Xəznəqaya əfsanəsindəki qarı deyir hökmdara. Burada belə şey yox. 2, 3, 4-ə baxaq. Qarı inanır ki, darğanın zülmündən şahın xəbəri yoxdur. Xeyr, belə şey yoxdur. Çünki qarı ittiham edir ki, sən zalımsan deyə, ona görə sənin də tabiliyində olan adamlar xalqa belə zülm edirlər. Şair göstərmək istəyir ki, hər kəs öz əkliyini biçəcək, qiyamətdə etdiyi əməlin cavabını verəcəkdir. Bəli, qarı bunu dəfələrlə Sultan Səncərə deyir. Qarı şaha hökmdarlıq missiyasında haraya yetişməli, yaralara mərhəm qoymalı olduğunu söyləyir. Deyir, bəli, sən yaralara mərhəm olmalısan. Demək, cavabımız olacaq B variantı 2, 3, 4. 12-ci suala baxırıq. Demək, Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Burada da qarı padşaha vilayətlərə vicdanlı adamlar təyin etməyi məsləhət bilir. Xeyr, belə şey yoxdur. Qarı padşahın adamlarının soyğunçuluqla məşğul olduqlarını bildirir. Bəli, bu şey var. Deyir ki, sənin darğaların xalqı soyur. Padşahın Allahdan da üstün olduğunu vurğulanır. Xeyr, bir şey yoxdur. Sultan Səncər qarının evində axtarış aparıldığına məlumatlı olduğunu bildirir. Belə şey yoxdur. Qarı deyir ki, bir darğa gəlib məni döydü. Söylə filan gecədə filan kəsi öldürən kimdir sizin küçədə deyib evimi axtardı. Sultan Səncər qarıya əziyyət verən darğanı edam etdirir. Belə şey də yoxdur. Ümumiyyətlə, darğanın yalnız adı çəkilir. Onun haqqında hansı hökm verilir, bu barədə heç bir məlumat, informasiya yoxdur. 13-cü suala baxırıq. 13-cü sualda Nizami Gəncəvinin Sultan Səncər və Qarı əsəri əsasında yanlış fikirləri müəyyən eləməliyik. Demək, qarını cinayətkarı gizlətməkdə ittiham edirlər. Bəli. Doğru fikirdir. Bu, biz yanlışlar axtarırıq. Demək, Darğa Sultana güvəndiyini bildirir. Ümumiyyətlə, Darğa Sultan haqqında heç nə demir. Darğa ümumiyyətlə heç nə demir. Yalnız qarıya deyir ki, cinayətkarı hardadır, sən hardadır. Sonra 2 ilə başlandığına görə C variantını, E variantını və D variantını silirik. 2, 3, 100% səhvdir. Çünki qalan cavab variantlarında olardı. Qarı şaha ətrafından vicdanlı əyanlar yığmağa çağırır. Belə şey yoxdur. Qarı şahdan deyil də darğadan şikayətçidir. Xeyr, qarı şahdan da şikayətçidir. Padşaha qarşı kəskin mövqe nümayiş etdirilir. Bu doğrudur. Ona görə 2, 3, 4 cavab olacaq A variantı. 14-cü sual. Gəncəvinin Sultan Səncər və Qarı əsəri əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Qarı padşahı qiyamətlə qorxudur. Bəli. Demək, haqqı axtaran insan kimi təqdim olunur. Qarı. Demək, cavab variantlarına baxırıq. Cavabımız başlayır 1 ilə. Biri buraya yazırıq. Sonra ölkənin abadlığını padşahın ədalətində görür. Bəli, bu da doğru fikirdir. 1, 2,
cavab versiyalarını görə bilmirik. Özünə qarşı olan zülmü götürmür və darğanın edamını tələb edir. Xeyr, belə şey yoxdur. Çıxır. Demək, padşahdan zülm deyil, ədalət gördüyünü söyləyir. Xeyr, deyir ki, səndə çox zülmlər görmüşəm, deyir. Şahın taxt yolunda verdiyi fədakarlıqları sadalayır, bu da yoxdur. Ona görə 1-2 olacaq B variantı. Sual kərəsinin yerinə hansı əsərin adını yazmaq olar? 15-ci sualdayıq. Demək, ictimai mövzudadır, Xəmsə müəllifinin əsəridir, yəni Nizaminin əsəridir. Türklərin dövlətçiliyindən nasıl xatırlanır? Mənzum hekayədir, bəli. Bu dövlətçilik ənənələri xatırlanırsa, Gənclərə nəsihət ola bilməz. Gənclərə nəsihət Xəmsə müəllifinin əsəri deyil. Yaralı bir uşağın dastanında dövlətçilik ənənəsi yoxdur, Leyli və Məcnunda da yoxdur, İskəndərnamədə də mənzum, İskəndərnamədə mənzum hekayə deyil, ona görə Sultan Səncər və Qarı. 16-da Gənclərə nəsihət, yaralı uşağın dastanı, Sultan Səncər və Qarı. Bunların üçünü birləşdirən xüsusiyyət olmalıdır. Demək, 15-də, 16-da. İntibah dövrünün əsəridir, yazıla bilər, ortaq xüsusiyyəti. Çünki Nizami Gəncəvinin yaradıcılığı intibah dövrünə düşür. Tərbiyəvi məzmundadır. Gənclərə nəsihət, yaralı uşağın dastanı, Sultan Səncər və Qarı. Bəli, tərbiyəvi məzmundadır. Hər içində var. Demək, epik növdə yazılmışdır. Gənclərə nəsihət lirik növdədir. Demək, bunları çıxdıq. 3 ola bilir. Nizami Gəncəvi yaradıcılığının məhsuludur. Yanlışdır. Gənclərə nəsihət Xəqaninindir. A, B, B, C, C şəklində qafiyələnir. Məsnəvidir hər üçü. Bəli, doğrudur. Hökmdar obrazı yaradılmışdır. Yaralı uşağın dastanında yoxdur. Yalnız hökmdar obrazı Sultan Səncər və Qarıdadır. Kesin cavabı 3, 4, 6 A variantı. 17-yə baxırıq. Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər və Nüşabə surətlərinin hər ikisinə aiddir. Ədalətsiz olsa da zalım deyil. İskəndər ədalətsiz deyil. Nüşabə də ədalətsiz deyil. Müsbət obraz kimi təqdim olunur. 2 ilə başlayır. 2 ilə başlandığına görə A variantı, B, C variantı gedir. İdarəçilikdə qadın fəaliyyətinə üstünlük verir. Yox, Nüşabə verir bunu, İskəndər vermir. 3-ü də sildik. Sarayda təşkil olunan məclisin iştirakçısı olur. Bəli, hər ikisi. Öz əsl nəcabəti ilə öyünür, fəxridir. İskəndərə aid eləmək olar, Nüşabəyə aid deyil bu xüsusiyyət. 18. Nizami Gəncəvinin İskəndərnamə əsərinin məzmunu ilə bağlı hadisələrin düzgün ardıcıllığını müəyyən edin. Yetəri qədər diqqət tələb edən sualdır. Demək, İskəndər Dara ilə döyüşmək üçün ordu toplayır. İskəndər əhalini Yəcuzlardan qurtarmaq üçün şimalda səhət çəkdir. İskəndər anasına məktub yazır. Ən axırdadır bu. Demək, Misirlər İskəndərdən kömək istəyirlər. Daranın sərkərdələri İskəndərin yanına gəlirlər. Bəli. Demək, 4 ilə başlayır. 4 ilə başlandığına görə B variantı, D variantı, E variantı silinir. 4-dən sonra 1 gəlir. Demək, Dara ilə döyüşmək üçün ordu. Əvvəl Misirlilərin düşmənlərini Zəngibar şahını məğlub eləyir. Demək, bu birinci gəlir. Sonra Dara ilə döyüşmək üçün ordu. Dara bundan ehtiyat edir. Sonra İskəndərlə döyüşmək istəyir. 4-1. Sonra Daranın sərkərdələri İskəndərin yanına gəlirlər. Bəli, İskəndəri satmaq üçün, Daranı satmaq üçün. Sonra İskəndər əhalini Yəcuzlardan qurtarmaq üçün şimalda səhət çəkdirir. 2-3 A variantı. Ən sonda anasına məktub yazır. 19-a baxaq. İskəndərnamə əsərinə əsasən yanlış fikirləri müəyyən edin. Demək, obraz Ərəstu. İskəndərin həm müəllimi, həm də vəziridir.
İskəndərin müəllifi Ərəstu deyil. Çıxır. Vəziridir. Sonra Niqumaşlı İskəndərin müəllifi. Ərəstu İskəndərə Zənci hökmdarı ilə döyüşməyi məsləhət görür. Bəli, bu doğrudur. Dara İskəndərə xərac verməkdən imtina edir. Dara İskəndərə xərac verməz. Yəni cavabın biri birdir, bir üçdür. İkinci çıxırıq, səhvlər axtarırıq. 4-də İskəndərə hədiyyə məqsədi ilə qızıl tac göndərir. Xeyr, İskəndərə qızıl tac göndərmir. İskəndər ona göndərir. Demək, bir də 5-də Feyləqus Dara ilə sülh bağlayaraq öz xalqının azad yaşamasına nail olur. Bəli, doğru fikir. 1, 3, 4 B variantındadır. Bir də 6-ya baxaq. Oğlunun təhsilinə önəm verdiyi üçün 7 Yunan filosofunu saraya dəvət edir. Belə şey yoxdur. İskəndər Yunan filosoflarını dəvət edir saraya, o da başqa məqsəd üçün. B variantı. Öz fikirlərini bölüşmək üçün. Onlarla elmi mübahisə aparmaq üçün çağırır. 20-yə baxırıq. Demək, Gəncəvin İskəndərnamə əsərinin məzmunu ilə bağlı yanlış fikirləri müəyyən edin. Burada İskəndərin gəlişini eşidən Nüşabə çətin vəziyyətə düşür. Xeyr, belə şey yoxdur. Nüşabə İskəndəri tanıyan kimi özünü itirmir, taxtında ona yer verir. Nüşabə İskəndəri öz sarayını dəvət edib onu böyük hörmətlə qarşılayır. Xeyr. Nüşabə onun düşərgəsinə əvvəl yemək içmək göndərir, sonra da İskəndər saraya gələndən sonra da Nüşabəni öz düşərgəsinə dəvət edir. 1-2 yanlış fikirlər hardadır? A, D variantlarında, digər variantları silirik. Bizə mane olmasınlar. Görüşün sonunda İskəndər Nüşabə ilə sülh bağlaraq ayrılır. Bəli, götürə bilmərik. Ona görə D variantını sildik. Nüşabə İskəndərə unudulmayacaq ibrət dərsi verir. Bəli, qarşısına yeməklə bərabər qızıl gümüşdə qoyur. İskəndər Nüşabəni Daranın əlindən xilas edir. Xeyr, Kıntalın əlindən xilas edir. 1-2-5. Rus sərkərdəsi Kıntalın əlindən. Sonra 21-22-də izah edək qalmasın. Kapalı suallarla qutaraq. 20-də Nizami Gəncəvinin yaradıcılığı əsasında cədvəldəki yanlış fikri müəyyən edin. Əsərlərin adları verilib. Səbəb, bir də nəticə. Səbəb, nəticə maraqlı testdir. Demək, burada İskəndərnamədə səbəb olur ki, Dara İskəndərin üstünə qoşun çəkir. İskəndər Dara ilə müharibə etməyə, nəticədə İskəndər Dara ilə müharibə etməyə məcbur olur. Bu doğrudur, biz yanlış axtarırıq. Sultan Səncər və qarı evində döyülür. Səbəb, nəticədə Sultan Səncər ittiham edilir. Bəli, bu da doğrudur, bunda çıxdıq. Yaralı bir uşağın dastanında uşağın düşməni hadisənin səbəbkarı hesab olunmaq istəmir. Bu səbəb olur ki, ataya oğlunun yerini göstərsin. Demək, İskəndərnamədə Nüşabə İskəndərə dərs vermək istəyir. Ona ipək üzərindəki şəklini göstərir. Dərs vermək üçün ipək üzərindəki şəklini göstərir. Ona yalan danışdığını isbat eləmək üçün ipək üzərindəki şəklini göstərir. Yəni, İskəndər orada elçi olduğunu deyir. O zaman göstərir. Amma dərs vermək üçün qarşısına yemək içməklə bərabər həm də qızıl zinət əşyalarda bir qabda gətirir. Cavabımız D variantı olacaq. Sultan Səncər və qarı Türk oğluna ədalətsizliyi yaraşdırmır. Burada deyir ki, zalımlığın bəllidir, işin peşən talandır. Sən ki, hindli quldursan, türk olduğun yalandır. Nəticədə onu Hind qulduru adlandırır. Bəli, E variantı da doğrudur. Cavabımız D variantı. 22-də Gəncəvinin İskəndərnamə əsərində İskəndər hər yerin dovşanını, elə o yerin tacı tutar məsələni hansı hadisə ilə əlaqəli söyləyin. Bəli. Daranın adamları onu satanda deyir bu. Cavab C variantı olacaq. O birilərinə baxaq. Özünün Yunandan Hindiyə qədər əraziləri fəth etməsi ilə, Bərdəyə gələrkən Nüşabənin onu tanıması ilə. Tamam, C variantıdır burada. Bu qədər. Davam edəcəyik 23-30-cu sualları.